Salam əzizləyicilər, hər birinizi xoş gördük. Bugün belə bir sual paylaşmışdım. Yəni sualın izahını sizlərə təqdim edeyim. Mətnləri oxuyaq əvvəlcə. Sualın şərti budur. Aşağıdakıların hansı yalnız birinci mətnə aiddir və ikinci mətn baxımından doğru hesab edilə bilməz? Əvvəlcə mətnləri oxuyaq. Birinci mətndə deyir ki, iqlim dəyişikliyi son 10 illərdə qlobal temperaturun artması, buzlaqların əriməsi və okean səviyyəsinin yüksəlməsi ilə xarakterizə olunur. Bu proses əsasən insan fəaliyyəti nəticəsində, xüsusilə fosil yanıcılardan istifadə nəticəsində sürətlənmişdir. Ətraf mühitin qorunması üçün bərpa olunan enerji mənbələrinə keçid vacib hesab olunur. Bu birinci mətnin xüsusiyyəti. İkinci mətn. Enerji istehsalında əsas diqqəti iqtisadi səmərəlilik və texnoloji davamlılıq məsələlərinə yönəlib. Fosil yanacaqlar hələ də əsas enerji mənbəyi olaraq qalır, çünki onların hasilatı və istifadəsi daha sabit və ucuzdur. Bəzi araşdırmalar enerji təhlükəsizliyini təmin etmək üçün fosil yanacaqlardan tam imtinanın real olmadığını göstərir. Fosil yanacaq bilirsiniz nədir? Bu tükənən enerji mənbələri. Neftdir, qazdır, kömürdür, daş kömürdür və s. və s. Amma tükənməzsə bu külək enerjisidir, günəş enerjisidir, bu su, elektrik stansiyaları və s. Bunlar tükənməz enerjilərdir. Amma fosil yanacaqlar isə tükənən. Yəni bunların belə deyim ki, təsiri, zərəri daha çoxdur. Nəinki tükənməz enerjilərin təsiri, təbiətə zərəri. Yəni bilirsiniz də indi maşınlarda elektrik avtomobillərinə keçirlər ki, onun ziyanı o benzinlə, dizel işləyənlərdən daha az olduğu üçün buna keçirlər. Yəni bu saat bəli iqtisadi səmərələr düzdür. Benzin əldə etmək daha çətindir, məsələn və s. və s. daha rahatdır, nəinki digərlərini əldə etmək. Ümumiyyətlə, bu sualın doğru cavabı A bəndidir. İndi deyəcəyik niyə A bəndi. Əvvəlcə mətnləri qısa analiz eləyək. Birinci mətin iqlim dəyişikliyinin əsas səbəbi kimi insan fəaliyyətini, xüsusilə fosil yanacaqların nədir? İstifadəsini əsas götürür, əsas göstərir. Eyni zamanda bu problemin həlli üçün bərpa olunan enerji mənbələrinə keçidi təklif edir. Burada ekoloji məsuliyyət əsas prinsip kimi önə çıxır. İkinci mətn isə daha çox iqtisadi və texnoloji baxışla yazılıb. Burada enerji istehsalında iqtisadi səmərəlilik, təhlükəsizlik, davamlılıq və infrastruktur sabitliyi ön plana çəkilir. Fosil yanacaqlardan tam imtina bu mətnə görə real görünmür. Yəni burada sonda nə deyir? Bəzi araşdırmalar enerji təhlükəsizliyini təmin etmək üçün fosil yanacaqlardan tam imtinanın real olmadığını göstərir. Burada cavab ona görə A bəndidir ki, baxın, birinci mətnə aid, ikinci mətnə aiddir. Fosil yanacaqlar ətraf mühitə mənfi təsir göstərdiyi üçün onların istifadəsi azaldılmalıdır. Bu fikirdə enerji hissəsində ekoloji meyarlar üstündür. Yəni bu birinci mətnə aid. Görürsünüz, fosilin zərərləri falan filan birdə danışır. İkincidə isə fosilin xüsusiyyətdən, hətta fosilin nədir? Tam imtihan real olmadığını göstərir. Yəni açıq şəkildə deyilir ki, birinci mətndə, A bəndində dediyi ki, odur ki, fosil yanacaqların istifadəsi ətraf mühitə zərər vurduğu üçün azaldılmalıdır və ekoloji meyarlar nədir? Əsas götürülməlidir. Bu fikir də ancaq dediyim kimi birinci mətndə öz əksini tapıb. Yəni ikinci mətnə görə isə fosil yanacaqlar hələ də enerji baxımından ən sabit seçimdir. Onların tam imtina etmək isə qeyri-məqbul, qeyri-real hesab olunur. Keçək B və C bəndlərinə. B və C bəndləri ikinci mətnə uyğun gəlir. Yəni bu iki mətnin ikinci mətnə uyğun. Çünki orada iqtisadi və texnoloji əsaslar ön plandadır. Məsələn, nə deyir? Enerji istehsalı zamanı iqtisadi amillər daha ön plandadır və bu istər-istəməz ətraf mühitin ikinci plana keçməsinə səbəb olur. Fikir verir, istehsalında diqqət iqtisadi səmərə və texnoloji davamlılıq məsələlərinə yönəlib. Düzdür? Bəli, C-də də texnoloji davamlılıqdan söhbət gedir və enerji təhlükəsizliyi mövcud enerji siyasətinin əsas istiqamətidir. Yəni bunlar bununla bağlıdır. D bəndi isə ümumiyyətlə heç birinə uyğun deyil. Baxaq, iqlim dəyişikliyi əsasən təbii geoloji dövrlərlə bağlıdır və insan faktorunun təsiri azdır. Burada əsas göstərən nədir? İnsan faktorunu. Düzdür? Və insan fəaliyyəti və fosil yanacaqlar istifadə. Yəni D demək ki, heç birinə aid. Yəni 2-də də belə bir şey yoxdur. Y bəndindəki fikir də fosil yanacaqdan istifadə enerji baxımından daha stabil nəticələr verir. Çünki infrastruktur tam formalaşıb. Bu isə ikinci nədir? Mətnə aid bir tezis kimi göstərilir. Bizdən nə istəyir? Bizdən istəyir ki, yalnız birinci mətnə aid olsun. Yəni burada da yalnız birinci mətnə aid olan fikir A bəndindədir. Bu fikir A-da təsdiq olunur, B-də isə təksib olunur. Deyərik ki, bunu bu formada. Sualın cavabı olur A bəndi.
Bəli, əziz izləyicilər, bu mətnin izahı sizə faydalı oldusa, kanalı izləməyi və videonu bəyənməyi unutmayın. Əgər belə daha çox maraqlı mətn sualları işləmək istəyirsinizsə, sınaq qruplarımıza qoşulub faydalana bilərsiniz. Sınaq qruplarımıza qoşulmaq üçün bax bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. Yalnız WhatsApp vasitəsilə. 271. Sağ olun, növbəti izahlarda görüşmək ümidi ilə.